qalmışıq günahı öz üzərindən atmaq yol axtaran məmurcuqların əlində. Kənd sağını, heyvandarlıq inkişaf eləməyib deyə bizdə ətin qiyməti. Ah, sağ ol, Nobel mükafatı verək o Məcnun müəllimə. Bir dənə yaxasından Nobel alır, bu kəşf elədi. Biz bilmirdik, Azərbaycanda inək və iri buynuzlu və kiçik buynuzlu heyvanların sayı azaldığı üçün ət qıtlığı yaranıb. Biz bilmirdik. Ona görə Somalidən dondurulmuş ət getirir. Müəllim, bəs səni ora qoyublar ki, sən bunun səbəblərini araşdırıb aradan qaldırasan, biz gedib Somalidən, Manqolistandan ət gətirməyək də, düzdür qardaş? Necə olur Manqolistanın düzündə qoyun əti gətirilir bizdən 2 dəfə ucuza və dünyaya ət satırlar, amma bizdə baxın, Qarabağ azad eləmiş, o boyda coğrafiyada, orada otlaq yerlər əmələ gəlir filan olub, biz daha da geriyə gedirik. Bunu araşdır. Günah bizim deyil, bizdən qabaq belə idi. Bu bilirsiniz nə təfəkkürdür? Bu müasir marketinq təfəkkürü, bu məmur təfəkkürü deyil, o qolunu çırmasın. Deyirlər, məsələn, Heydər Əliyev deyirlər də, Heydər Əliyev BAM yolu vardı, Baykal Amur. Qolunu çirmədi, oturdu qatara getdi ora. Düzdür, dəfələrlə getdi və bu gün də Rusiyada qəbul edir ki, o yolun çəkilişində Heydər Əliyevin şəxsi təşəbbüsü o. Niyə qolunu çirmədi, ayağına geyindi, çəkməni getdi o palçığın içinə, o tikənlərin içində, düzdür, getdi, yox. Bunlar oturublar kabinetlərdə datalardan danışırlar. Bu data bizim belimizi qıracaq. Arkadaş, sən bir dəfə tövləyə girmişsən. Bir dəfə çobanla danışmışsan, çoban desin. Məcnunu baxın, qıraqdan göstərin ki, bala bu inək tövləsidir, qoyun tövləsidir. Ayıra bilsə gəlin mənə nə deyirsin. Yəni, qardaş, sən bilmirsənsə, ot nədir, otlaq nədir, qoyun nədir, inək nədir, bunun yunu var, bunun qışı var, bunun yayı var, bunun... Yaylağı var, qışlağı var. Yəni, bunların hamısı həqiqətən də bəlkə də məsləhət alsalar daha məsləhət. Və həkim deyir ki, baxın, Səhiyyə Naziri deyir ki, biz deyir, icazə verə bilmərik ki, hər gələn geçsin, iynə vursun. Belə şey olar, deyir, yox, iynə vurma, qoy canı çıxsın, ölsün. Sonra da deyir ki, təcil tibbi yardım da tez gəlməli deyil. Yəni, ştuqda bir nəfər öləcək canı cəhənnəmə. Qardaş, biz nəyi görmüşük? Biz görmüşük ki, dünyada necədir? Hətta, məsələn, deyir ki, hər kənddə bizdə məntəqə yoxdur. Bu sənin bir ayıbın. Niyə yoxdur sənin hər kənddə məntəqənin, düzdür? Yəni, ay Seyisxan, bax, bugün bura bir kollektivdə yeni müsavat. Mən əminəm ki, bəyin imkanı olsa, tibb bacısına, yəni maliyyə bir tibb bacısı əyləşdirər bura. Bir futbol klubunun özünün tibb məntəqəsi var, həkimləri var, nə bilim, zavodun, fabrikin özünün hərəsinin bir tibb məntəqəsi var. Bizim məktəbdə tibb məntəqəmiz var idi. Yəni, hər kənddə sənin tibb məntəqən olmamaq bu sənin bir ayıbın. İkinci də hər kənddə kimsə gedib texnikum oxuyub, ya özü öyrənib, filan eləyib, sən onu çağırıb, sertifikat verib, onu daha da ixtisasını artırıb, ona icazə vermək əvəzinə deyirsən, gəlib canımı alaram, ha. Niyə qardaş? Biz görmüşük ki, əvvəllər necə idi? Məsələn, o əvvəllər qızdırma, yolxucu xəstəliklər çox olanda hər kənddən Semiz xanım. Baxın, bu Amerika kəşf eləmək deyil, hörmətli Səhiyyə Naziri. Amerika kəşf eləmirəm mən. Mən o içim yanır ki, mən özüm görmüşəm o kənddə uşaq qızdırmadan öləndə, o qızdırma, o ana tənə zülüm çəkir, mindir maşına, rayonun mərkəzinə apar, rayonun mərkəzinə də. Məsələn, 1 saatlıq yol, uşaq yolda keçinəcək. Ya yaşlısı var, qocası var, şikəsti var. Yəni, sən bunu ora aparana qədər öləcək. Sən bunu neyiniz? Dünyada necəsin? Gəlirlər hər kəndə, bir nəfər götürürlər. Aparılır 6 aylıq, 7 aylıq kurs keçirlər. İlkin tibbi yardım, iynə vurmaq öyrədirlər, təzyiqini ölçməyi öyrədirlər. Lazım olanda o ilkin yardımlar, süni tənəffüs öyrədirlər. O yan olanda qəpik quruşdur da texnikası. Nə texnika? O elektroşok olsun, nə bilim o filan olsun, onun bir çamadan halında yıxsaq, o ilkin təcili tibbi yardım çamadan dediyimiz yıxsaq, onun mahiyyəti 10 min, 15 min manat deyil. Bütün müasir texnoloji hər kəndə aldı, bir dənə də tibb bacısı, hər iş yeri atmış olacaqsa, hər kənd cəmaatı yüngülləşmiş olacaq, düzdür, ya gedəcəklər məntəqədə, ya da evinə gedəcəklər, deyəcəksən, evin birini, otağın birini steril elə, filan elə, səliqəli şəkildə. Güya ki, düzəlmişdi, hər yarağımız qalmışdı, saqqal darağımız. Bizim hər dərdimiz düzəlmişdi. Bizə iynə vurmağı, baxın, indi yazıblar da, tutaq ki, kənddə yaşayırsınız insan. Bizim kəndimizdə, yuxarı Göycəlidə yaşayırsınız və sizə həkim yazıb ki, gündə bir dəfə 20 ampula iynə vuracaqsınız. Məsəl üçün, axşam, neyniyəcəksiniz? Hər axşam duracaqsınız, 15 kilometr şəhərin mərkəzinə getməlisiniz, orada həkim sizə iynə vurmalı, təzən tutsan qalar. Buna pul çatar, kənddə olmalıdır da bir həkim, tibb bacısı olmalıdır da.